Gel burada dur, çek, gel burada. Bura çek. Evet, burası. Şimdi mən də düşünürəm. Hə. Simpatичный adamsız, düşün də. Mən onun sempatisiyim. Mən yanımdan olması yoxdur. Hələ biraz bunu fikirdə biz aldıq. Ustanı. Mıyva Çikayev. O vaxt bir ürəyli. Mənim də bazar çəkimim var. Bir yaşında. Qənə bəyə. Necə də gözəl uşaq. Bir dənə bir yaşında, bir yaşında. Aha. Böyle kukolka da Hə. o cür. Bak balaca olanda biraz kızın oxşayırdı ya ona. İndi də nə olub ki? Mənə Aha. biraz stres keçirmiş qocanı. Aa. Çok 5 yaş, 8 yaşındaki. İndi mənə çox verirlər. Əvvəllər mənə az verirdi. 41 yaşında hadisə olub. Məsələn, 35 yaşında mənə 30 yaşında çox verməzdi. Doğrudan. Amma indi mən sizə elə 64 deyərdim. Hayda, gəlirəm indi qurbansın. 48 yaş. Ayında mənim mamam da sizə elə 64, sizin 64-dən deyilsiniz. 64 deyərdim belə. Niyə? Bozursunuz? Çox verir bəzən. Bəlkə uje indi özünüzə gəlirsiniz də. Mesela şekillerden bildirdi insanlar. Şekillerden bildiği ki yani şunu çok olur. Sen buna bir şey koy da burada uğramanın içine bir şey daha. Restoranda da qoya bilər də, aynı. Nə gözəl alındı akuratla. Ehtimalı gökten kalmasın altında. Şimdi bunu çektim. Mesela kompüterde böyle. Hə, böyüdəcəm, sonra adı nədir? Orada xaricilər üçün şeylər var, onlara göstərəcəyim. Tabii ki o İngiltere'de olan. Ay sağ ol, hə. O mesela bütün insanlar bakmayacak. Böyle bir bizden şey aynısı gösterler. Bütün Azərbaycan bakır mesela. Yo, orada amma çox uşaqlar baxacaq. Bir 3 sayı. Oranın işçilərə baxacaqlar. Yo, ondan daha çox. İşçilərdən də, işçilərdir, institutlardır, tələbə. Ay sağ ol, elə baxacaq. Yo, baxacaq. Bunu televizor verir. Hə, ay sağ ol. Çünki onlar Azərbaycan mədəniyyətini bilmirlər. Mən Tamamilə. İngiltərənin baş nazirlərini tanıyıram. Köhnə Margaret Thatcher. Cameron. Hə, dizi. Hə, belə tanıyıram. William Shakespeare tanıyıram. Və bir də çoxlu futbolçular tanıyıram. Mən futbolunu almışam. Futbolun ilk yoxuna deməli 8 yaşımdan mən sırf futbola belə dəli kimi baxmışam. O vaxtda, yəni 8 yaşımda mən xarici futbolçularla tanıyırdım. Daimi də futbolda necə oldu, bunun üçün belə oldu, araşdırma məsələsində həmişə. Bu hadisə ilə əlaqədə bir ispat oldu məndə. Ondan sonra... Mənim qarğıdam burada. Sağ ol. Çox sağ ol. Sən nəsə olur deyirsən. Deyirəm də adamlar çox keçmişdir.